Yaradılış 30-cu fəsil. Rəhələ Yaquba uşaq doğmadığını görəndə bacısına həsəd apardı və ərinə dedi: "Mənə uşaq ver, yoxsa ölərəm." Yaqubun Rəhələyə qəzəbi alovlandı və o dedi: "Məyər mən sənin bətninə bəhər verməyən Allaham?" Rəhələ dedi: "Qarabaşın Bilhanı götür və yanına gir. Qoy o dizlərimin üstünə bir uşaq doğsun və ondan uşaqlarım olsun." Rəhələ qarabaşı Bilhanı ona arvad olmaq üçün verdi və Yaqub onun yanına girdi. Bilha hamilə olub, Yaquba bir oğul doğdu. Rəhələ dedi: "Allah məni haqlı çıxartdı və səsimi eşidib mənə bir oğul verdi." Buna görə də onun adını Dan qoydu. Rəhələnin qarabaşı Bilha yenə hamilə olub, Yaquba ikinci oğul doğdu. Rəhələ dedi: "Bacımla güclü mübarizəyə girişib ona üstün gəldim." O uşağın adını Naftali qoydu. Leya daha doğmadığına görə qarabaşı Zilpanı götürüb Yaquba arvad olmaq üçün verdi. Leyanın qarabaşı Zilpa Yaquba bir oğul doğdu. Leya uğur qazandım deyib onun adını Qad qoydu. Leyanın qarabaşı Zilpa Yaquba ikinci oğul doğdu. Leya dedi: "Xoşbəxtəm, çünki qadınlar məni bəxtiyar sayacaqlar." O uşağın adını Aşer qoydu. Ruven buğda biçini vaxtı gedib tarlada məhəbbət otları tapdı və onları anası Leyaya gətirdi. Rəhələ Leyaya dedi: "Oğlunun məhəbbət otlarından mənə də ver." Leya ona dedi: "Ərimi əlimdən aldığın bəs deyilmi? İndi oğlumun məhəbbət otlarını almaq istəyirsən?" Rəhələ dedi: "Elə isə qoy ərim oğlunun məhəbbət otlarının əvəzində bu gecə səndən yatsın." Yaqub axşam çöldən gələndə Leya onu qarşılamağa çıxıb dedi: "Mənim yanıma gir. Çünki səni oğlumun məhəbbət otları ilə satın almışam." Yaqub o gecə onunla yatdı. Allah Leyanı eşitdi və o hamilə olub Yaquba 5-ci oğlunu doğdu. Leya dedi: "Allah haqqımı verdi, çünki qulluqçumu ərimə verdim." O uşağın adını İssakar qoydu. Leya yenə hamilə olub Yaquba 6-cı oğlunu doğdu. O dedi: "Allah mənə yaxşı bir hədiyyə verdi. Bu dəfə ərim mənə hörmət eləyəcək, çünki ona 6 oğul doğdum." O uşağın adını Zevulun qoydu. Sonra bir qız doğub adını Dina qoydu. Allah Rəhələni yada salıb onu da eşitdi və bətnini açdı. O hamilə olub bir oğul doğdu və dedi: "Allah xəcalətimi götürdü. O Rəbb mənə bir oğul da artırsın" deyib uşağın adını Yusif qoydu. Yaqubun sürülərə sahib olması. Rəhələ Yusifi doğandan sonra Yaqub Lavana dedi: "Məni göndər öz torpağıma və ölkəmə gedim. Əvəzində sənə xidmət elədiyim arvadlarımı və uşaqlarımı da ver gedim, çünki sənə necə xidmət elədiyimi yaxşı bilirsən." Lavan ona dedi: "Əgər indi sənin gözündə lütf tapdımsa yanımda qal. Çünki baxıcılıq eləyib sənə görə Rəbbim mənə xeyir dua verdiyini gördüm." Sonra dedi: "Haqqını mənə təyin elə verim." Yaqub ona dedi: "Sənə necə xidmət elədiyimi və mənlə olan sürülərini necə saxladığımı bilirsən. Çünki mən gəlməmişdən əvvəl sənin malın az idi, sonra isə xeyli çoxaldı. Rəbb mənim gəlişimdən sənə xeyir dua verdi. Bəs mən öz ailəm üçün nə vaxt çalışacağam?" Lavan dedi: "Sənə nə verim?" Yaqub dedi: "Mənə heç nə vermə. Əgər bunu eləsən, yenə sənin sürünü qoruyub ona baxaram. Qoy bugün sənin bütün sürülərin içindən keçib qoyunlar arasından hər xallı zolaqlı qoyunu və qara quzunu, keçilər arasından hər zolaqlı və xallı keçini ayırım, haqqım da bu olsun. Bundan sonra qarşında olan haqqım üçün gəldikdə, düzdüyüm mənim barəmdə şəhadət eləyəcək. Qoy keçilərdən xallı və zolaqlı olmayanı, quzulardan da qara olmayanı oğurlanmış sayılsın." Lavan dedi: "Yaxşı, qoy dediyin kimi olsun." Amma o həmin gün alabəzək və xallı təkələri, bütün zolaqlı və xallı keçiləri, ağ keçiləri və bütün qara quzuları ayırıb oğullarının ixtiyarına verdi. Sonra özü Yaqubdan 3 günlük yol qədər uzaqlaşdı. Yaqub isə Lavanın qalan sürüsünü otarırdı. Yaqub ağca qovaq, badam və çınar ağacından düzəldilmiş təzə çubuqlar götürdü və çubuqların qabığını soyub, ağ rəngli içi üzə çıxana qədər zolaqlar açdı. Sonra qabığını soyduğu çubuqları sürülərin su içmək üçün gəldikləri təhnələrə, heyvanların qabağına qoydu. Onlar gəlib su içəndə döllənirdi. Beləcə, heyvanlar çubuqların qabağında döllənirdi və sürülərdə alabəzək, xallı və zolaqlı heyvanlar doğulurdu.
Yaqub quzuları ayırırdı və sürünün üzünü Lavanın sürüsündə olan bütün alabəzək və qara heyvanlara tərəf tuturdu. O öz sürüsünü ayrıca qoydu və onları Lavanın sürüsünə qatmadı. Hər dəfə sürünün qüvvətli heyvanları dölləndikləri zaman Yaqub təhnələrə, sürünün gözləri önünə çubuqlar qoyurdu ki, çubuqlar arasında döllənsinlər. Amma heyvanlar zəif olanda onları qoymazdı. Beləcə zəif heyvanlar Lavanın, qüvvətli heyvanlar isə Yaqubun oldu. Bu adam çox varlandı. Onun çoxlu sürüsü, qarabaşı, qulu, dəvəsi və eşşəyi oldu.